Salam səhifəmin dəyərli izləyicilər, bugün sizinlə bir maarifləndirici video paylaşmaq istədim. Zəhmət olmasa videomuzu bəyənib səhifəmizi izləməyi unutmayın. Paltaryanın içində su qaldıqda onun suyunu necə düzgün şəkildə boşaltmaq lazımdır onu göstərəcəm. Dərhal bu gördüyümüz vinti açsaq, paltaryanındakı su evə dağılacaq və yaxud su güclü gəldiyi üçün onu yığışdıra bilməyəcək. Buradakı şlanq vasitəsilə suyu asta-asta boşaldırıq. Düzdür, biraz vaxt aparıcı ola bilər. Ancaq nəticə gözəl olur. Çünki evimiz islanmır, su yerə dağılmır. Bu gördüyünüz plasması çıxartdıktan sonra siz bunu opşi çıxartmaya da bilərsiniz. Bu şlankın başındakı balaca plasması çıxardaraq suyu bir podnusa boşaldırıq. Sonra su lap az qalanda vinti açırıq. Vinti açdıqdan sonra yeri qurulayıb pompa hissəsini təmizləyirik. Gördüyünüz paltaryonda pompa problemi var idi, dəyişdik. Sonradansa su qızdırıcıda da problemin olduğu aşkarlandı. Yenisi ilə əvəzləndi. Paltaryonumuz artıq düzgün şəkildə işləyir. Nömrəmiz səhifədə var. Buyurun, əlaqə saxlayın.